Azərbaycan hakimliyində ən böyük problemlərdən biri budur ki, sanki bizim əksər hakimlərimiz meydana əlində qaydalar kitabı çıxır. Və oyun gedə-gedə sanki bir gözləri o qaydalar kitabındadır və bir gözləri oyundadır. Bəli, qaydalara riayət olunmalıdır. Qaydalar əsasdır, amma yəqin ki, hakimlikdə şablonla oyun idarə etmək olmaz ifadəsini çoxları eşidib. Şablonla tək oyun idarə eləmək olmaz. Bizim hakimlərin, yenə deyirəm, ən ciddi problemi odur ki, bunlar o oyunun ruhunu bəzən tuta bilmirlər, baş verənləri düzgün təhlil edib qərar verməyə bacarmırlar. Elə istinad edirlər ki, məsələn, qaydalarda, şablonda bu var, bunu verdim, bunu belə elədim, bunu elə elədim. Bu cür yanaşma ilə, bu cür hallarla Azərbaycan hakimliyi heç vaxt inkişaf eləməyəcək. Bax, biz 15 il əvvəldə, 20 il əvvəldə Azərbaycanla hakimliyi görmüşük, problemlər həmişə olub, qərəzdə hakimlik də olub, bəzi hakimlərin nələr elədiyi barədə dəfələrlə biz özümüzdə ekranlarda, efirlərdə söhbət açmışıq. Amma o vaxtın hakimləri biraz daha təcrübəli idilər, daha elə bil ki, oyunun ruhunu tuta bilirdilər. İndikilər o məşqçilər barədə danışarkən notebook məşqçiləri deyilir. Görürsən ki, notebooku qoyur qabağına, hər şeyi analiz edir, təhlil edir notebookda. Gəlib amma futbolçuları idarə edə bilmir, o notebookdakı gedişləri meydanda futbolçulara aşılaya bilmir və bütün bilikləri, bütün onun bacardıqları notebookda da qalır. İndi sanki bizim hakimlər də elə qaydaları öyrəniblər, bütün bilikləri, bütün bacarıqları o qaydalar kitabı əlində dayanıb qalıblar.